Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. 2026-cı il sertifikasiya imtahanları çərçivəsində biz hər imtahanda artıq qiymətləndirmədən bir sual düşdüyünü görürük. Ona görə də bu videoya baxmaqla bir balımızı hazır saxlayacağıq. Deməli, qiymətləndirmənin, yəni məktəb daxili qiymətləndirmənin 3 növü var. Bura lazım olan məqamları qeyd etmişik, amma yenə də dediklərimi də əsas olaraq götürərsiniz. İlk olaraq danışaq diaqnostik qiymətləndirmədən. Müəllimlər, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. İlk olaraq deyək ki, tədris ilinin, bölmənin və yeni mövzunun əvvəlində aparıla bilir. Həmçinin məktəbə yeni şagird gələndə, sinifdən sinifə şagird keçəndə də aparılır. Şagirdin əvvəlki bilik, bacarıq və səriştələrini müəyyən etməyə kömək edir. Həmçinin şagirdlərin maraq tələbatlarını, güclü zəif tərəflərini, ehtiyaclarını üzə çıxardır və həmən o bilik boşluqlarını müəyyənləşdirir. Həmçinin diaqnostik qiymətləndirmə təlimi planlaşdırmaya, yəni müəllimi öz istiqamətini tutmağa, həmçinin də təlimi differensiallaşdırmağa kömək edir. Çünki differensial təlim, differensiallaşma məhz diaqnostik qiymətləndirmədən sonra effektiv həyata keçirilir. Həmçinin də diaqnostik qiymətləndirmə nəticələri yekun qiymətə təsir etmir, çünki o kəmiyyətlə qiymətlənmir. O sadəcə olaraq şagirdin ilkin vəziyyətini üzə çıxardır, yəni diaqnoz qoyulur. Digər məqam formativ qiymətləndirmə haqqındadır. Formativ qiymətləndirmə biz bilirik ki, gündəlik aparılır, hər gün aparılır. Təbii ki, hansı günlər üçün diaqnostik və summativ yoxdursa. Deməli, təlim prosesinin ayrılmaz tərkib hissəsidir. Bəli, dərs boyu davam edir. Şagirdin öyrənmə dinamikasını izləyir, fəaliyyətlərini izləyir, nailiyyətlərini təhlil edir. Yəni, buna əsaslanır. Müəllim və şagird arasında davamlı geri bildirim yaradır. Əks əlaqə, rəy, rubriklər deməli bura aiddir. Şagirdin özünü qiymətləndirməsi, refleksiya bacarıqlarını inkişaf etdirilməsi məhz formativ qiymətləndirmə ilə bağlıdır. Həmçinin də təlim strategiyalarının, fəaliyyətlərin vaxtında tənzimlənməsinə şərait yaradır. Çünki formativ qiymətləndirmə həmçinin də onun üçündür ki, şagirdə mane olan deməli amilləri, maneələri müəllim gün boyu davamlı olaraq aşkara çıxardır və onları düzəldir, tənzimləyir. Və ən sonda formativ qiymətləndirmədə məqsəd nəticəni kəmiyyət və yaxud da ki, rəqəmlə qiymətləndirmək deyil. Öyrənməni inkişaf etdirmək, izləmək, maneələri aradan qaldırmaq, şagirdi o ola bilməli olduğu yerə, gələcəyə istiqamətləndirməkdir. Sonra biz danışırıq summativ qiymətləndirmədən. Summativ qiymətləndirmə biz bilirik ki, rəsmi qiymətləndirmə adlandırırlar. Nə mənada? Burada rəsmi sözü ona xidmət edir ki, summativ qiymətləndirmə şagirdin sinifdən sinifə keçməsinə təsir göstərir. Summativ qiymətləndirmə bölmə və yarım il sonunda aparılır. İki hissəyə bölünür, KSG-lər və BSG-lər. Bölmə sonunda aparılan KSG-lərdir, yarım il sonunda aparılanlar isə BSG-lərdir. Təbii ki, 5, 6, 7, 8-ci siniflərdə BSG-lər ancaq buraxılış fənlərindən, 9, 11-ci siniflərdə isə bütün fənlərdən olur, ibtidaya toxunmuram. Sonra, təlim nəticələrinin əldə olunma səviyyəsini, yəni təlim nailiyyətlərini ölçür müəllimlər, summativ qiymətləndirmə. Bu cümlələrə fikir vermək lazımdır. Təlim nəticələrinin əldə olunma səviyyəsini müəyyən edir. Təbii ki, əvvəlcədən müəyyən edilmiş meyar və standartlara əsaslanır. Uyğunluq validlik prinsipinə biz əsaslanırıq. Şagird nailiyyətlərinin ölçülməsinə xidmət edir. Nəticələr bal və qiymət formasında ifadə olunur. Hesabat vermə, qərar vermə üçün əsas məlumat mənbəyidir. Yəni, summativ qiymətləndirmə vasitəsilə şagirdlər haqqında hər hansı bir hesabat və yaxud da qərar vermə olur. Və bundan başqa summativ qiymətləndirmə yekun xarakterli qiymətləndirmədir. Şagird nailiyyətlərini kəmiyyət, rəqəmlə ölçür. Şagirdin sinifdən sinifə keçməsinə təsir göstərir.